prezidentimizin seçtiği bu güzel insanlara var olasınız. Kim ki yanımızdadır. Allah can sağlığı versin hamımıza. Siz de balalarınızdan sevinesiniz, güvenesiniz. Size Allah güvendirsin. Siz həmişə bizim yanımızdasınız, biz fəxr edirik. Vallahi En büyük değeri siz kazanmışsınız. Güzel balalarınız, güzel arkadaşlarınız. Sen prezidentimiz ile 2 gün bundan önce Ağdam'da o çıkışında da giyindik. Şehitlerimiz milletimizin başları. Biz sizinle fərq ediyoruz. Bütün şəhid anaları, şəhid valideynləri, şəhid övladları xalqımıza əmanətdir. Və Cənab Prezidentimizin də bizim ikimizin timsalında bütün başçılara, dövlət məmurlarına tapşırığı, tövsiyəsi olub ki, biz birinci şəhid ailələrində yəni xüsusi diqqətimiz eləməliyik. Hər bir Azərbaycanlı borcumuz ki, sizin yanınızda olsun. Allah balamızı ruhu şad eləsin. بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين ربنا يعلم إنا إليكم لمرسلون وما علينا إلا البلاغ قال يا ليت قومي يعلمون بما غفر لي ربي وجعلني الفاتحة. Benimle bu feleği bilmem iddias nedir. Evladım balamızın, bu güzel balamızın ruhunu şad eyle. Şehit zavurumuzun ve bütün vatan şehitlerimizin ruhlarını şad eyle. Allah bin nebiyye ve âle subhane rabbike rabbil izzeti amma yasifun ve selamun alel murselin velhamdülillahi rabbil alemin. Rahimallahu men a'del Fatiha. Vuruldu kalbime 100 mil gemi cefasına diye. Ne hoş ki bizim yanımızdasınız. O şehit balasını ziyaret ederdiniz. O şehit balasını layıkınca yola saldınız. Allah can sağlığı versin hamımıza. Anar müəllimə Allah ömür versin ki, baxsa bir süründə bir böyük məclis verəcək, süfrə verəcək. Allah qəbul eləsin. Allah dərgahında qəbul olsun. İnşallah. Bizim hər birimizə olan tapşırığıdır. Bir mənalı olaraq həm vəzifə, həm vətəndaş borcumuzdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların qanı cana bahasına, Cənab Prezidentimizin, ulu öndərimizin apardığı uğurlu siyasət nəticəsində biz əbədi olaraq tarixi torpaqlarımıza qalırıq. Allah ordumuzu qorusun, bütün şəhidlərimizə Allah rəhmət eləsin, Allah balamıza rəhmət eləsin. Biz hər zaman dövlət olaraq, hər zaman sizin yanınızdayıq. Allah dövlətimizi, Cənab Prezidentimizi, onun silahdaşı, mehriban xanımdır. Allah sizləri də var edin.